Hər birinizə salam dostlar, necəsiz? Bu günləri sizlərlə toyuqları necə eləyək ki, qışda da yumurtasınlar. Bir çox izləyicim yazmışdı ki, toyuqlarımız yumurtamır. Nə edirsən sən, toyuqları yumurtayır. Ona görə keçək nə etdiyimi göstərim sizə. Baxın, ilk öncə müxtəlif yemlər lazımdır. Buğda, arpa, məndə qarğıdalı qırığı da var. Qarışdırıram. Üçün bir-birinə müxtəlif yemlər olanda müxtəlif vitaminlər olur. Toyuqlara da qış aylarında vitamin bol olsun ki, onlar yumurtasınlar. Mən pul biber də qatmışam bura ki, qoy pul biber onların bədənlərini isitsin. Soyuq havada belə özlərini isti hiss eləsinlər və yumurta versinlər. Hətta mən bunun üstə qaynar su da tökürəm ki, bədənlərini isitsin. Səhər-səhər isti bir yemək yesinlər ki, qoy bədənləri isinsin. Bu yemi qaynar su ilə qarışdırıb səsim qaçdı. Qarışdırıb qoyuruq bir qapağı olan bir qabın içinə ki, qoy orada biraz şişsin. Həm yem, qoy suyun nədir onun adı, istiliyini özünə çəksin və hazır olduqdan sonra onları toyuğa verəcəyik. Bundan başqa sadəcə yemlə deyil, bunların suyu da var. Suyuna da indi birazdan keçəcəyik. Biraz su az oldu, biraz su da əlavə elədim və hazırdır. İndi aparıb qoyum qabın içinə. Orada biraz qalsın, sonra toyuqlara verəcəm. Elə bir şeydir də, fırın. Qoyuram indi fırına pişməyə. Birazdan çıxartacağım, aparıb verəcəm toyuqlara yemin. Qoy qalsın burada, üstün qapağını da bağlayıram. Qalsın. Mən gedim. Bu vaxtı gedim sularını hazırlayım. Sularını da verim. Səhər-səhər nə su verirəm. Onu da sizə göstərim. Mən baxın, bu soyuq sudur. Qaynar su tökürəm ki, qoy ılıqlaşsın. Hamısını töküm qaynar suyun. Suya qaynar su elə lazımdır ki, toyuqlar səhər-səhər ac qarnına olurlar deyə. İsti su içəndə bədənləri isinir. Dediyim kimi, soyuq su verəndə bədənləri soyduğu üçün onu isitmək biraz gec olur, vaxt çox alır. İndi mən bunun içinə sirkə də qatıram, suyun içinə. Siz qata da bilərsiniz, ya istiot qata bilərsiniz. Mən sirkə qatdım. Və sirkə mən göz qararı tökdüm. Siz 10 litrə bir armudu stəkan kimi ölçə bilərsiniz. Mən amma göz qararı tökdüm. Və qarışdırıram. Aparıb verim bunu toyuqlara. Gedək indi içəri. Gedək toyuqlara baxaq, nə edirlər. Toyuqlar, ördəkləri mən salacağım o içəridəki yerə. Çünki ördəklər ilk öncə suya batıracaqlar deyə. Onları salacağım bulal ördəklərin yerinə. Və buna görə yəni yedikdən sonra toyuqlar sonra buraxacağım. Bu ördəyidir, hündüşkandır. Bu arada qaz da yoxdur, qaz da getdi dünənləri. Artıq ördəklərdir, hündüşkadır, bir də ki toyuqlardır. Bir dənə də dovşan. İndi ördəkləri salaq yerlərinə. Qoy getsinlər onlar. Biraz çətin olacaq mənim üçün, çünki girmək istəmirlər. Başqa vaxt özləri girirlər. Girmirlər bayquşlar. Əsəb oldum bunların əlindən. Yavaş-yavaş girirlər, axır ki bezdirmək. Toyuqlar, hara girirsiniz siz? Bunlara baxırsan, çıxdılar.
toyuqlar da lazım olsa heç girməzlər. Vay vay. Ondan sonra ördəkləri saldım oraya. Bir dənə dişin düşkanı saxladım. Su qabını da gətirdim içəri. Heç olmaz. Qoysular içsinlər bunlar. Geç. Baxın, su saxlaylaşımdan sərsər içilir. Diğer şeylerden de danışım. Sadece yemlə sunan olmur. Baxın, məsələn, yayda heyvanlar, yazda yayda heyvanlar yumurtayır dayanmadan. Qəşəng yumurtalırıq. Qış gələndə neyi yumurtamış? Qış gələndə soyuq gətirir, şaxta gətirir, qar gətirir. Bu soyuğu heyvanlar hiss eləyəndə yumurtadan kəsirlər. Bu soyuğu hiss eləməməliləri üçün hində istiliyi qorumaq lazımdır. Bu istiliyi də ki, necə eləyə bilərsiniz? Və ya məsələn, mənim kimi soba yandıra bilərsiniz hində. Və yaxud başqa isiticilərdən istifadə edə bilərsiniz. Əgər hindiniz kiçikdirsə, lampa şəklində olan isiticilərdən istifadə edə bilərsiniz. Və yaxud elektriklə işləyən sobalardan istifadə edə bilərsiniz. Amma ən yaxşısı məncə odunla olan sobadır. Məncə ən yaxşısı odur. Diğer bir şey, yayda geceler, daha doğrusu gündüzler daha uzun olur, geceler kısa olur. Gündüz uzun olduğu zaman hayvanlar tez yumurtlayabilir. Ama ki kışta kısalır diye bu gündüzler yumurtalama biraz gecikir. Yumurtanı geç üretirler hayvanlar. Buna göre de ışık yandırma lazımdır. Mənim kimi baxın, işıq yandırmaq lazımdır. Mən bu işığı heç söndürməm. 7-24 yanır. Mənim hinimdə 7-24 işıq yanır. Və indi deyəcəksiniz ki, ay heyvanlar yazlıqdır. Axşam söndür o işığı ki, yatsınlar falan. Və yenə başladı. Yatsınlar falan. Amma ki, elə deyildi əslində. Ayxan Qasımov yəni. O da vurğulayıb ki, bu sözü. Mən də onu təsdiq edirəm. Onun dediyi kimi deyim mən sizə. Bax, ilin 12 ay yandırmıq ki işığı. 2 ay, 3 ay yandırırıq da bu işığı. Sonradan yenə öz akışına bıraxırıq heyvanları. Gündüzlər uzanır da. Yaz gəlir deyə. 2-3 aydan nə olacaq bu heyvanlara? Nə olacaq? Toyuqlar işıqda da yatan bir heyvandır. İşıq yanıq qalsın, onlar çıxacaqlar, bir qıraqda yatacaqlar. Onlara işığın heç bir maniyəsi yoxdur. Və yaxud da ki, 2-3 aydan onlara heç bir ziyan dəyən deyil. Əgər ki, biz də o iri fermalar var, 7-24 işıqları yanan, yəni il boyunca. O fermalarda ki, heyvanların ömrü qısa olur. Hər 2 ildən, 1 ildən bir yumurtlayan toyuqların dəyişirlər. Həm onların toyuqları bizim toyuqlar kimi kənd toyuqları deyil ki, ömürləri qısa olsun. Yumurtalıq cinslərdəki tez yumurtadan tükənir. Yəni tez qocalırlar. Kənd toyuqları 3 il, 4 il yaşayanda, yəni 4-3 ilə kimi qocalmadıqda, onlar 2-ci ilə 1,5 yəni 1 il yarıma qocalırlar. Çünki ömürlərin tükəndirirlər o fermalarda. Baxın, dediyim kimi, bax, isti su, isti yem, istiyotlu yem, sularına sirkə qatın, yerlərində soba yandırın, isti olsun, işıq yansın. Yemlərdən də ki, müxtəlif yemlər eləyin ki, heyvanlar yumurtasını, yəni müxtəlif vitaminlər olanda heyvanlar üçün daha yaxşı olur və daha yumurtaya açıq olurlar heyvanlar. Buna görə müxtəlif otlardan, müxtəlif tərəvəz, meyvə tərəvəzin qabığından və yaxud elə özündən verə bilərsiniz heyvanlarımıza ki,
qoy vitaminini təbii şəkildə alsın. Əgər elə olmursa, süni şəkildə, yəni vitamin toz şəklində vitaminlər var. Sularına qatıb verə bilərsiniz, yeminə qatıb verə bilərsiniz. Hətta tablet kimiləri də var ki, toyuqlara dura bilərsiniz. Amma təbii üsul daha yaxşıdır. İndi sizə necə məsləhətdir, necə uyğundur, onu eləyin. Bu dediklərimi eləsəz, heyvanlarınız yumurta yiyəcəkdir. Bir də göstərmişəm, bir qarışım göstərmişəm sizə. Bundan əvvəlki video olmalıdır. Onu da izləyə bilərsiniz. Bu qədər. İndi yemlərini də gətirim, qoy yesinlər. Bu qədər olsun videomuz. İndi gətirim yemlərini yesinlər. İlk öncə qablarını təmizləyim. Altları da quru olmalıdır. Məndə ördək var deyə tez-tez batırırlar. Sabah değişəcəm inşallah altların. Əgər imkanınız varsa da ördəkləri daha ayrı saxlayın. Mən də lal ördəkləri ayrı saxlayıram deyə səslərə yer qalmır. Qəşəng hava var, bir də günəşlidir. Birazdan buraxaram herhalde bir 20 dəqiqə, 15 dəqiqə gəzərlər. Qəşəng günəş var havada. Oh, nə qəşəng sinib. Çox qəşəng hava var bir dəqiqə. Qəşəng istiliyi var amma. Gedək indi bunların yemlərini verək. Bir də bir toyuğa 120 qram yem düşür təxminən. Bu 120 qramı ödəsəz, yəni yemlə toyuqlar özünü istidir, yumurtaya da enerjiləri çatacaq. Toyuqlar imkan versə verərdim, rahat amma imkan vermirlər deyə çətinliklə yem verirəm. Hindistana mən atım içəri, qoy biraz yesin, yemi yesin. Atacağım içəri çünki imkan vermir toyuqcuya. İfrit əliyir. Yazıq toyuğun başını qanladıb belə bayquş. Açın qoy getsin. Vay. Bax belə daha rahatdır. Bunun toyuğun başına baxın, bütün qanladı, baxın. Yazıq yaman başını qanladı bayquşumuz. Çox bərk vurur toyuqları. Mən də çox qəşəng yerlərə atıram. Toyuğun başına, belinə. Mən bunlara yemi verib gəlib. Belə oldu. Suyundan da içsinlər deyə qabın içində biraz saxlayıb belə verdim. Qoy bunlar yemləri yesinlər. Biz də yavaş-yavaş videonun sonuna gələk. Bilmiyorum kalite niye kötü bilmiyorum. Ne olsa çəkilişi. Kalite biraz pisdir. Təəssüflər olsun. Neyse sağ olun dostlar. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşmək dildə. Ördəklər də daha özlərini cırırlar. Görüşərik. Hələlik.